Salam coğrafya sevənlər, bu günləri xəritə üzərindən miqyasla sahə və məsafə hesablamalarının güvən test toplusundan 5 sualına baxacağıq. Saatdən mürəkkəbə 5 dənə sualdır. Vaxt itirmədən keçək sualın izahına. Birinci suala baxaq. İki məntəqə arasındakı həqiqi məsafə 600 kilometrdirsə, 1/20 milyonluq miqyaslı xəttdən məsafəyə neçə santimetr olar? Həqiqi məsafəmiz 600 kilometrdir. Bərabərdir 600 kilometr. Miqyası biz sadələşdirmək üçün 2 sıfır silsək metrlə ifadə edirik, 5 sıfır silsək kilometrlə ifadə edirik. Kilometrlə ifadə etməyimiz daha məqsəd uyğundur, daha sadələşmiş saylar. Yəni bu 1 santimetrdə 1 var 20 min, 20 milyon santimetr hesablayaq. Bir də var 1 santimetrdə 200 kilometrlə hesablamamızı aparaq. Sadə olsun deyə biz kilometrlə götürürük. Yəni miqyası 200 yazırıq. 5 sıfır silib. Buradan bizdən nə istəyir? Xəttdəki məsafəni istəyir. Xəttdəki məsafəni tapmaq üçün bizim düsturumuz var ki, həqiqi məsafənin miqyasa nisbəti. Buradan da 600-ün 200-ə nisbətini taparıq. Buradan sıfırlar ixtisar gedir. 6-nı 2-yə böldükdə 3 edər. Xəritədə xəttdəki sahəmiz 3 santimetrdir. Birinci sualda cavab 3-dür. İkinci suala baxaq. İkinci sual. Miqyası 1/250 min olan birinci xəritəmizi yazaq. Birinci xəritədə iki məntəqə arasındakı məsafə 8 santimetrdir. Birinci xəritə deyir ki, xəritədə məsafəmiz nədir? 8 santimetr. Miqyasımız nədir? Miqyasımızdan yenə də sadələşdirək. 5 sıfır silsək, 4-ü buradan gedər. 1-ni də silsək, bu tam yaranır. Yəni 2,5. Miqyasımız 2,5 olar. Birinci xəritənin həqiqi məsafəsini hesablayaq. Həqiqi məsafəsini hesablasaq, həqiqi məsafənin düsturu nə idi? Xəritənin miqyasa nisbəti. 8-i 2,5-ə vursaq 20 edər. Deməli, birinci xəritəmizdəki həqiqi məsafə 20 kilometrdir. İndi ikinci xəritəyə baxaq. İkinci xəttdə bu məsafənin, yəni bu məsafə eyni məsafədən danışırıqsa, həqiqi məsafəmizi gətirərik yerinə 20. Bu məsafənin xəritədə deyir ki, 16 sm olduğunu bilərək ikinci xəritənin miqyasını tapın. Bu hesabladığımız ikinci xəritədir. Xəritə bərabərdir 16-dır. İkinci xəritənin miqyasını istəyir. Miqyasının düsturu nə idi? Həqiqi məsafənin xəritəyə nisbəti. 20-nin 16-ya nisbəti. Buradan da bölsək, miqyas bərabərdir 1,25. Bu nədir? İndi bizə deyək ki, ikinci xəritənin miqyasını tapın. Miqyası izahlı yazsaq, izahlı istəyirsə 1 santimetrdə 1,25 kilometr qeyd edərik. Və yaxud ədədi miqyas istəyirsə, bu izahlı miqyas idi, ədədi miqyas istəyirsə 1 bölünsün. Burada tam var axı. Bu tamı 5 dənə 0 əlavə ediriksə, yəni 100 minə vurmuş sayılırıq. Burada tam gedir.
Yəni kəsir hissəsi gedir və 5 sıfır əlavə edirik. İkisi nəyə getdi? Biz 2 sıfırımız 100 minə vururuq. Yəni 5 sıfır əlavə edirik də. Yəni 100 minə vurmuş sayılırıq. 100 minə vurduqda həmin 100 minin 2 sıfırı bunu yüzlük kəsirdən çıxartdı. Yəni ədədi miqyas olaraq 1 bölünsün 125 milyon sayılır. Cavabımız izahlı miqyasda 1 santimetrdə 1,25 kilometr. İzahlı miqyas, ədədi miqyas olaraq isə 1 bölünsün 125 milyon qeyd edə bilərik. Hər iki cavab doğrudur. Üçüncü suala baxaq. Xəttdəki sahəsi, xəttdəki sahəmiz, sahə düsturda bərabərdir 3 olan bataqlığın həqiqi sahəsi 4,8 min kvadrat kilometr olarsa, həmin xəttin miqyasını tap. Həqiqi məsafəmiz nə qədərdir? 4,8 min. 4,8 min. Miqyası istəyir bizdən. Miqyası istəyirsə, birinci baxın, bu mini gəlin çevirək, rəqəmə min yazaq təzədən. Xəttədəki sahə bərabərdir 3. Həqiqi sahəni bu min yazılan hissəni düzəltsək, yəni bu mini çevirsək, rəqəmlə yazsaq 4800 olar. İndi miqyas tapaq. Miqyas bərabərdir. Miqyasımız bərabərdir. Sahə düsturundan miqyas bərabər olur. Kök altında həqiqi sahənin xəritədəki sahəyə nisbəti. Bu da bərabərdir. 4803-ə böldükdə 4800 bölü 3 bərabərdir. Kök altında 1600. Buradan da kökdən çıxar. Yəni buradan yazaq. Buradan kökdən çıxar 40. Miqyasımız nə oldu? 1 santimetrdə 40 kilometr. Yəni yenə yazaq. 1 santimetrdən 40 kilometr. Bu izahlı miqyasdır. Bunu ədədi miqyas kimi yazarıq. 1 bölünsün 40 yazdıqsa 5 dənə sıfırımızı qaytarırıq. 1, 2, 3, 4, 5. Yəni 1 bölünsün 4 milyon oldu. Ədədi miqyas kimi. Yəni hər variant, hansı variantda izahlı verilib ya da ədədi verilibsə, hansı verilibsə düz götürmək olar. Dördüncü suala baxaq. Dördüncü sual. Dördüncü sualda aralarındakı həqiqi məsafə 210 kilometr olan iki məntəqə arasında xəttədəki məsafə 7 santimetrdir. Aralarındakı məsafə nə qədərdir? Həqiqi məsafəsi. Həqiqi məsafəmiz nəyə bərabərdir? 210 kilometrə. Xəttdəki sahəsi nə qədərdir? 7. Sahənin məsafəsi nə qədərdir? 7 santimetr. Gəlin burada miqyasımızı tapaq. Miqyas nəyə bərabərdir?
Həqiqi məsafənin xəttdəki məsafəyə nisbət. Buradan 210-u 7 böldükdə edər 30. Miqyasımız 30-dur. Deyir, həmin xəritədə, buradan birini oxuyaq. Həmin xəritədə 3 kvadrat santimetrlik sahəyə malik olan gölün həqiqi sahəsini hesablayın. Baxın, xəritə deyir ki, sahə ilə sürünü hesablayacaq. Çünki sahəsini deyir. Bərabərdir 3 santimetr kvadrat. Həmin xəritədən söhbət gedir. Həmin xəritəmizin miqyası nə qədərdir? 30. Miqyasımız 30 yazdıq. Gölün həqiqi sahəsini tapın. Həqiqi sahəni tapmaq üçün nə edirik? Xəritədəki sahə vurulsun miqyasın kvadratına. Bu sahə düsturudur. Buradan da yerinə qoysaq, xəttdəki sahəni yerinə qoysaq 3 vurulsun miqyasımızın 30-un kvadratı 900 edər. Bu da bərabərdir. Gölün həqiqi sahəsi bərabərdir. 3 dəfə 900-ün 2700. Cavabımız 2700 edər. 5-ci suala baxaq. Beşinci sual. Yer üzərində uzunluğu 200 kilometr, eni isə 80 kilometr olan meşə nə deyir bizə? Meşə 1 bölünsün 4 milyonluq 1 bölünsün 4 milyon miqyaslı olan xəttin isə santimetr kvadrat yer tutur. Gəlin meşə sahəmizi çəkək. Eni nə qədərdir? Uzunluğu nə qədərdir? Birinci uzunluğu yazaq. 200 kilometr. Eni nə qədərdir? 80 kilometr. Birinci gəl bu meşəmizin həqiqi sahəsini tapaq da. Meşənin həqiqi sahəsini tapaq. Meşəmizin həqiqi sahəsini düsturum. Yəni, bura A desək, bura B desək, düzbucaqlının düsturu nə olur? S bərabərdir A vur B. Yəni, sahə düsturu. Buradan 80-i 200-ə vurduqda həqiqi sahə bərabərdir 80 vurulsun 200. Miqyas nə qədərdir? Miqyasımıza sadələşdirsək 5 0 silsək miqyasda 40 qalır. Miqyas bərabərdir 40. Bizə xəritədəki sahəsini istəyir. Xəritədəki sahə bərabərdir. Yəni, buradan yazaq bunu. Xəritədəki sahə nəyə bərabərdir? Xəritədəki sahə həqiqi sahənin xəttdəki sahə həqiqi sahənin miqyasının kvadratına nisbətdir. Gəlin, burada yerinə qoyaq, yazaq. Yerinə qoyaq, yazaq. Xəttdəki sahə bərabərdir. Həqiqi sahəmiz nə qədərdir? 80 vur 200. Burada bilərik, belə də yazmaq olar, və yaxud da vurub yazmaq da olar. Fərqi yoxdur. 200. Vurub cavabı da yazmaq olar, sürətdə bütöv. Məsələn, edir 16.000. H də yaza bilərik, B də yaza bilərik. Fərqi yoxdur. Bölünsün nəyə? Miqyasın, dedik ki, kvadratına. Miqyasımız nədir? 40. 40-ın kvadratını eləyər. 40 vurulsun 40 edər. Bunu sadələşdirsək, 40-ı 200-lə iqtis eləsək, bu da qalır 5. 40-ı 80-lə iqtis eləsək, bu da qalır 2. Məxrəcdə 1 qaldı. Sürətdə isə 2 və 5.
2-ni 5-ə vurduqda 10, 1. Bu da bərabərdir 10. Deməli, belə xəttdəki sahəmiz 10 santimetr kvadrat olar. 5 dənə test izah verdim. Ümid edirəm ki, yeni nəsə öyrəndik. İzlədiyiniz üçün təşəkkürlər.